Niye geçecek? Abi ne vəzifə nə sahibidir o kişi? Vəzifə sahibə nə deyə bala? Nə vəzifə sahibidir çağırıb millət töküb? Siz məndən nə istəyirsiniz? Hayır, sən söz. Məni niyə çəkirsə qurban olsun? Bilirəm. Ay ulan bir dəqiqə bura gəl. Bircə dəqiqə üzr istəyirəm. Yaxın dur. Bu oğlanla söhbət elə. Bu oğlan kimdir? Hüquqşünasdır. Gəlib məsələnin hüquqşünasıdır. Bəli, bizim Bizi iclasa çağıran bu oğlandır. Bu oğlandan da bu rəhbərlikdir, bu da orada hüquqşünasdır. Nömrə bununkudur. Nömrə sizinkidir, o nömrə. Yox, deyil, mənim deyil. Eləmi? Ben çəkib video, bu Yaxşı, jurnalist. buna qas. Şəxs budur. Ha, bu cavan oğlan, bu boyda insan, 26 yaşında oğlan yığıb küçəyə, hər yer bir bəhanə danışır. Maçı sorup dağılıp adam. Her şey çıkacak güzel. Ondan sonra başınızı yola. Sizin adınız nə oldu? Adın? Ben sana niye biliyorsun? Nətər ya, neçə min hüquqçular sənsə iclasa sən çağırırsan. Yox, başa düşmürəm. Qulaq alsın. Məsuliyyət sizin üstünüzdə deyil. Qanunu iclas çağırırsa mən də səhmdaram. Başa düşmədim. Ben videomu kanunsuz olarak niye çeksin? Qanunsuz bu deyil. Cəmaatı yığmısan küçüyə. Bu miting deməkdir. Bu etiraz dalğası deməkdir. Bu boyda insanı bura yığmaq etiraz dalğasıdır. Niyə qaçırsan? Özün təqdim elə də. Ondan sonra Siyazəndə de garaj da var idi. Garajın ərazisi və yol dərəsi də var idi. Siyazənin içində garaj var. Sonra Mayakda Löşvatanda yolun bir tərəfdə asfalt zavoddur, onların deyil. O bir tərəfində yenə garaj var idi. Ərazisi arası 2 hektara yaxın idi. 2 hektara yaxın idi. Və Əmircanda mərkəzi qarajdır. Onun da ərazisi 5 Mərkəzi idarə Əmircandaydı. Mərkəzi idarə Baş idarə. yox. Avtobazanın mərkəzi idarəsi. Avtobazanın. Prestin baş idarəsi. O bildiği orada bir tane bina var orada. Ha, Heder Mekan'ın aşağıda o biz izlaslı olduk Baş orada. idarə indi oradadır. O ya o da Ondan O əvvəlki, ya da baba. Belki Aras Teatrının üstündeydi. Ay sağ ol. Dediler Aras Teatrının kvartiran. 4. mərtəbəsindeydi. Aha. Özəlləşəndən sonra indi oranı kim götürdü özünə, kim aldı bilmirəm, neylədilər onu deyə Aha. bilmirəm. Aras Teatrının üstündə bütün Mərkəzdə. hamısı Sentr, Dresden. neçə milyonluq yer. Ha, indi demək, Bundan makinası olub da burada. ha, Böyle indi makinası. demək təkcə qaracı deyəndə və mexanizasiya idarəsi. Bülbülədə və Əmircanda. Bülbülədə mexanizasiya idarəsidir. Orada maşınlar da var idi. 27 dənə yük maşın var idi. Hal-hazırda onlar işləyirlər. Burada sürücü də var idi orada. Danışıcı deyir ki, hal-hazırda işləyirlər. Aha. Və avtobazanın qarajı o da Əmircanda idi. Suxoy transformator zavodunun yanında. İndi o qarajın yarısı deyirlər profilaktoriya. Suraxanında ən böyük profilaktoriyadır. Yəni ki, o qazanırlar. Bülbülədə də o dediğiniz işleyen yer. Bülbülədə Bülbülədə mexanizasiya idarəsinin qarajıdır. arasında hansı adresler yok? O Bülbülədə orada tekstil mi var idi, neydi? Tekstil var idi. Tekstilin Var, yanında. var. Ha, ona yolun bu bir tərəfində. Hə. Daha o idarənin qabağına aeroporta yoluna. Həmin Bülbülənin içərisinə gedəndə sağa aeroporta yol çıxır və oradadır. Yəni oraya dönən kimi sağda gördüyünüz bütün o maşınlar, mexanizmlər, orada həyətlər var. Həm İndi idarədir. durur aynı maşınlar. Ben işləyirlər, bu saat işləyirlər. Maşın Ben durur. görürüm. Hal-hazırda bu cəmiyyətin işlək filialı var da, Var, belə var, deyək. var, Gəlir var. gətirir. Bəli, bəli. Bəli. Aha. Gətirin, Yaxşı, gətirin. siz o vaxt işləyən vaxtı bu cəmiyyət
dövlətə nə qədər faizlə dövriyədə idi? Yəni nə qədər Gəlir verir. xeyri nə qədər idi? Yəni bilirdiniz, mənfəətlə, yəni ki Zərərlə işləyirdi, necə işləyirdi? Azlıq yol tikib. dövriyyəsi nə qədər idi? Belə bu tresin bazasında yaranan cəmiyyətdir. Bəli, bəli. Tresin bazası. Demək, o tresdə nə varsa hamısı bura aiddir. Bəli, bəli. Bizə aid. İndi o bura aid olan o vaxt tres işləyən dövriyyədə gəlirlə işləyirdi, zərərlə işləyirdi, necə işləyirdi? O vaxt o gəlirə baxan Neftə baxırlar. Neft şirkətinin tərkibində idi. Ona görə də şəxsən mənim idarəm avtobazaya gəlirlə işləyirdi. Ancaq bizim Siz bir de ileriye tabi ediniz ya. Adapsiyon da. Onun idare ediyor. Ona göre sayımlar olmuşuz da o işçi olduğunuza göre kolektifden Demek Bülbülə və Əmircanda 2 dənə orada böyük qaraj var. Biri avtobazanın qarajıdır, biri də mexanizasiya idarəsi, mexanizmlər qarajı. İkisi de bunun bizim balansımızdaydı cəmiyyət özəlləşəndə. Çünki mən nədən bilirəm? Özəlləşəndən sonra o tərkibində olur. Ama kollektivi çok olduğuna göre O Bülbülədə olan dediniz aeroport yoluna yaxındır, İmki aeroport yoluna da. O Bülbülənin içinə bir dənə yol gedir, cəmi bir dənə yol gedir. Orada tekstil fabrik var. Tekstil fabrik bir tərəfdədir. O aeroport istiqamətində. Və onun qabağına aeroporta yol çıxır. Bildim Bülbülə o Bakı toxutu deyərdin. yok daş toxuz ayrıdır. Ayrıdır. Tekstil ama neft yol şimdi Yo, deyir onun yaxınlığında bizə. Buyurun özünüzü təqdim edin. Mən Rəsulova Batıra. Aha. Neft yol tikinti təmir müəssisəsi. Neft tikinti. Səhmdariya. Aha. 25 ildir səhim qoymuşuq. Bizə heç bir iclasa, bir dəfə iclasa çağırıblar. Onda da dedilər ki, baş tutmur. 25 ildir, 2020-ci ildə qoyulubdur. 25 ildir bizi süründürür. Müəssisə bizi icazə vermir müəssisəyə yaxınlaşaq. Süründürür bizə, heç bir dividend zat vermir. Aha. Kimdir sədr burada? Rəhbərlik kimdir bilirsiniz? Yox, heç onu tanımırıq da. Gəlirik, gedirik, heç ortaya çıxmır. Aha. Siz danışınızdan belə başa düşdüm ki, deyəsən siz bu cəmiyyətin əvvəl əmək kollektivində fəaliyyət göstərmisiniz. Xeyr, səhmdərəm. Kənardan sən. Kənardan səhmdərəm. Bəs o cəmiyyətin o əmlakları ilə bağlı bilgilərini sardandır? İclas vaxtı yığışırıq bir yerə. Aha. Orada deyirlər ki, məsələn, bu neft yol tikinti təmirinin neçə dənə filialı var. Neçə dənə? Bilmirik dəqiq, ancaq çoxdur filialları da. Hətta bizə süründürürlər ki, bağlanıb, neyniyib. Necə olur ki, Kim deyirdi filialı onu? olurlar. Kim deyirdi onu O bağlanıb? boyda idarə bağlana bilər. Bu neft yol tikinti təmir ağzımızda deyirik ki, yolları bu düzəldir. Necə olar ki, bunun hamısı bağlanar? Bir belə idarəni bağlamaq olar. Yox. Xahiş edirik bizə köməklik eylər. Kim eləsin? Kimdən gözləyirsiniz köməyi? Bu işi maraqlansın. Buradan müraciət edirəm Cənab Prezident İlham Əliyevə, xanım Mehriban vitse-prezidentə Mehriban Əliyevə bir belə özbaşınalıq olar. Nə qədər səhim vardı, heç birini bilmiyorum. Gördüyünüz bu şəxslər neft təmir, yol tikinti ASC-nin səhmdarlarıdır. Hələ bu üzdə görünənlərdir. Deməli, bugün həmin cəmiyyətin sədri Nazim adlı şəxs səhmdarlara bildiriş göndərib səhər saat 09:00-da cəmiyyətin iclası olmalıdır. Neçə ildən sonra. Baxın, bax cəmiyyətin səhmdarları küçədə qalır. Heç kimsə irəli durmur və bəhanə də belədir ki, Nazim müəllim xəstədir, xaricdə müalicədədir. Yaxşı, bu xəstədirsə, bunu bilirdiniz xəstədir. Bunun nümayəndəsi var, hüquqşünası var və yaxud da ki, səhmdarlara təkrar iclas barəsində məlumat göndərilməli idi. Yoxsa bura gələndən sonra, burada deməli 28 mayda Füzuli rezident deyilən bir yerdə yer götürüblər. Kimə deyim? Hazır danışın, mən canlıdayım. Danışın. Cəmiyyətlə bağlı. Cəmiyyət qayda qanun olmayan yerdən nədən danış? Qayda var, qanun yox.
Bu cəmiyyət 10 ildən artıq iclas keçirdi. 15 yıl olar ya. Ha? 15 yıl olar iclas Güzelleşmesi. Yox, iclas keçirdi. 15 yıl. 15 yıl itiraz kesildi. Ben sen de söküp dağını talan edeyim. 15 yıl iclas keçirdi. İndi bax burada Bütün bax bu emlakını da satılır. bu adam, bax bu adam 1400'e kadar səhmdarı olan bir cəmiyyətdir. neçə nəfər? 1400'e yaxın. Aha. Bunun da 800 əmək kollektidir. Burada azdır. 3-4 nəfər adam var. Bu da ki, bunun da indiyə bu günə qədər hələ yeri bəlli olmuyor ki, hardadır. Bu böyük bir cəmiyyət olur. Böyük. Şimdi makinasiya, korrupsiya, dövləti istismar eləmək, belə də öz başına alır, baş alıp yedik. O biri de bu nümunəsi də budur. Və indi hələ 1400 adamın hamısı gəlsəydi, bu sonra park yer düşünəcəkdi, qaldı ki. Bəli. Belə deyil. Qanun qayda işləməyən bir sistemdə nədən da? Bunun alırları bilir, hər şeyi bilir. Bilir, eləmir. Məktub göndərəndə hamıya göndərmirlər. Sizə göndərirlər. Ona görə də cəmaatı az yığmaq istəyirlər ki, ortaya çıxmasın işçi. Bilinməsin. Öyle olmaz axı. Müəssisədə nə qədər adamlar var, səhmdarlar var. Bir belə adamları niyə fırlatsınlar ki? Bircə dəqiqə üzr istəyirəm. Yaşlı adamlar Nə işdə? Sana babam 5 yıl artık. Tamam mı? Kardeşim, təhqirə salınıbsa, üzr istəyirəm. Təhqirə salınıbsa 10 gün qaba məktub göndərərdim. Telegrama vurardım ki, Şəxsi kameradan. Bir ay vaxtı var xəbərdarlıq Onun adı nə idi? Bilmədiniz oğlanın. Hə. Sənan Şamil burada kağızda var. Sənan dadır. Sənan Şamil. Sənan Şamil. Ay oğlan, elə nömrəni sən qoymursan da, bizi bura çağırdığın kimi, bir də istəyirəm. Sən bizi bura dəvət elədiyin kimi, sənin nömrəndir də, orada imza sənin imzandır da. Siz bu burada adamı 1800 insanı dolamsız parmağınıza. Şəhərin orta göbəyinə bu boyda insanı yığmışsınız. 3 adam bir yerdə olanda deyirlər mitingdir. Və siz bu boyda adamı nə risk edib yığmışsınız bura? Kimə haqansınız? Bugün aprel ayının 11-i səhər saat 09:00-dan bu qədər insan neft, təmir, yol tikinti, açıq tikinti səhmdar cəmiyyətinin hələ elə bir 1800 nəfər səhmdardan yığılan bunlardır. Yəni ünvanı dəyişilənlər var və yaxud da dünyasını dəyişənlər var və yaxud da ki eşitdiyimə görə indi burada dedilər ki hamıya məktub göndərmirlər, cüzi insanlara məktub göndərirlər. Hər nəysə də, yəni bax bu qədər insanı burada toplamaqda 15 ildən sonra güya iclas keçirəcəklər. 15 ildən çox xüsusi cəmiyyət iclas keçirdiler. İndi yığıblar bura insanları, amma məlumat vermirlər. Sadəcə İdarə heyətinin sədri xaricdədir, xəstədir. Söz budur. Bunu əvvəlcədən elan verə bilərdilər. Yenidən məktub göndərə bilərdilər ki, bu məqsədlə iclas təxirə salındı və növbəti iclas falan tarixdə olacaq. Cəmaatı bura toplamaqda məqsəd cavan 2 dənə uşaqdır, adlarını hüquqşünas qoyubdular. Yaxınlaşıram, kameradan yayılır. Yaxınlaşıram, informasiya vermir. Və deyir, məni çəkmə. Siz yazırsınız yoxsa? Çəkil səfərdən. Xahiş edirəm, mən çəkmirəm. Siz haradasınız? Çəkir, mən utanmaq çəkdim. Söndürün bax. Ha, bir dəqiqə. Siz niyə qorxursunuz çəkilməkdən? Yox, olmaz. Mənə icazə versəz, siz mənim çəkilməyəcək. Mən sizi çəkmirəm. Baxın səhmdarları görürsünüz. Kəsin, onu söndür baxın. Bircə dəqiqə mənim çəkilişimə mane olmayın. Bu mən çəkilişimi eləyim canlı yayında. Sonra sizinlə danışarıq. Olar? Başa düşdünüz? Deməli, səhmdar cəmiyyətin iflası keçirməyə elan etdiyi həmin bax bu Füzuli rezidensdə yer icarəyə götürən hüquq təşkilatının rəhbəri, adınız nə oldu sizin?
Mənə aidiyyəti yoxdur. Yox, siz mənə deyirsiniz dəfələrlə ki, Mənə məni aidiyyəti çəkmə. yoxdur. Valla mənə aidiyyəti yoxdur. Aidiyyəti yoxdur, niyə yaxınlaşırsan mənə? Bunun aidiyyəti yoxdur. Bu rüməsi olsa bizim işimizə. Hə, dedim də. Və bu qədərinə insanlar yolu kəsmək istəyirlər. Haqlarını tələb eləmək istəyirlər prezidentdən, əlaqədar dövlət qurumlarından ki, illərlə ki, bu cəmiyyət Rais adlı bir şəxsin nəzarətində olubdur. Yəni, onun biznes imperiyasının bir qoludur. Onlar mafiya bizi gönderip toprağımda. Adam qaçırsın. Baba oğlum, senin 26 yaşın var, benim de 52 yaşım var. Sen de benim aramda, sen kim ne kadar adamlar gelip ki benim elimden altına. Kardeşim, sen onun nömrəsini ver de bize. Diyorum o kimdi, neçidi? Biz gidiyor onunla əlaqə saxlayalım. Bir nəfər göndərəcəklər. Ay göndərəcəklər, o gələcək zamandadır. Kim gəlir də? Ver o gəlin nömrəsini. Hangi şəxs? Asaka bir dəqiqə. Gəlin şəxsin nömrəsini ver. Kimlə danışmışsın? Kim gəlir də? Bir nəfər kimdir? Adı nədir gəlir? İdarə heyətindən bir nəfər gəlir. Aha. Kim gəlir də? Adı nədir? Bir adam adam bir. Adım mənə də deməzlər. Dedi bizim bir Ha, bazı Və siz bu cəmiyyətin hüquqşünasısınız. Siz bu cəmiyyəti aldadırsınız. Bir dəfə alınlar, iki dəfə alınlar. Ayıbdır, heç lazım deyil də bunu göndərmə məktubu bizə. Biz oturmuşduq evimizdə, sakitcə oturmuşduq. 20 ilə yaxındır iclas keçirtmir. 20 ilə yaxındır. Ciddi şeylərlə başlanır. Hər halin bir işin gücü. Neft, təmir, yol tikinti, Açıq Tiflis Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri, cəmiyyətin səhmdarlarını aprelin 11 aprel 2026-cı il saat 09:00 radələrində Füzuli rezidensdə səhmdarların illik ümumi yığıncağına dəvət edib səhmdarları. Gördüyünüz vaxtlı səhmdarlar hamısı hələ onun %1 hissəsidir. 1800 səhmdardan gördükləriniz bunlardır iclasa gələnlər. Cəmaət səhər tezdən durub gəlib iclasa, lakin səhmdarlara icazə verilməyibdir dəvət edildikləri ünvana daxil olunmağa ki, sədr xəstədir, üzürlü səbəbdən xaricdə müalicədə olduğuna görə iclas təxirə salınır və iclası da dəvət edən Sadiq adında hüquqşünasdır. Həmin o hüquqşünas müsahibə verməkdən yayınır, bir güc bəla ilə onu çəkmişəm. Yəni, dediyinə görə güya idarə heyətinin üzvlərindən kimsə indi hazırda gəlməlidir. Baxın, cəmiyyətin səhmdarları işin gücün buraxır, gəliblər bura. Cəmiyyətin neçə ildə göstərdiyi fəaliyyətinin illik mühasibat balansı ilə tanış olsunlar. Cəmiyyətin illərlə qazancı gizlətməsindən bağlı onları maraqlandıran suallara cavab axtarmaq istəyən səhmdarlar şəhərdə gözləyirlər. Bir saata yaxındır. Nəzərinizə çatdırım ki, ərazi Bakı şəhərinin göbəyində Lenin sarayının hazırki Heydər Əliyev adına sarayın arxa tərəfində yerləşir. 5 adam bir yerdə duranda deyirlər mitingdir. Mitingdir olmaz. Baxın, 100-ə yaxın insan, hələ çoxu getdilər, dağılışdılar. Burada durub rəhbərliyin iclası nə vaxt keçirəcəyini gözləyirlər.